Ən çox maraqlı olan suallar budur ki, yəni sosial media marketinq sahəsində gəlir varmı, iş tapa bilərikmi, necə təkmilləşə bilərik və bir də ən çox gələn suallardan biri budur ki, buna ali təhsil lazımdırmı? Ali təhsil lazım deyil. Öncəliklə belə izah edeyim ki, bu sosial media marketinq, yəni SMM dediyimiz ətraflı bu geniş yayılan sahə elə bir sahədir ki, sonradan qazanıla bilən bacarıqları tələb eləyir. Tutalım ki, rəssamlığı götürək. Rəssamlıqda xüsusi istedad lazımdır. Bizim anadan gəlmə bacarığımız, qabiliyyətimiz olmalıdır ki, biz onu gəlişdirək, rəssam olaq. Amma sosial media marketinqdə belə deyil. Yəni sonradan qazanıla bilən bir bacarıqdır. İndi biz bunu bir-bir baxacağıq ki, SMM nədir, sosial şəbəkələrin idarə olunması, doğru kontent planlama nədir, düzgün reklam strategiyası nədir, ən əsas vacib olan müştəri ilə düzgün danışıq texnikası var. Bu sahədə sıfır təcrübə ilə necə gəlir qazana bilərəm, bunlar haqqında danışacağıq. Ən böyük problemlərdən biri nədir? Tələbələr kursa gedirlər, kurs bitir, amma təcrübə yoxdur. Daha sonra bilmirlər hardan başlasınlar, necə işə başlasınlar. Yəni bu əsas məğzlərdən biridir. Ona görə biz kursumuzun daxilinə bunu da daxil eləmişik ki, müştəri ilə necə danışaq, necə əməkdaşlığa başlayaq, ilk işimizi hardan tapaq. Harda nə qaranlıq qalsa saxlayıb soruşa bilərsiniz, problem deyil. İndi gəlin birinci baxaq SMM nədir? SMM sosial media marketinqdir. Yəni sosial şəbəkələr vasitəsilə biz hər hansı məhsulumuzu tanıdırıq, xidmətimizi tanıdırıq, brendimizi yaradırıq. Hazırki dövrdə ümumiyyətlə kimsə hər hansı bir məhsul və ya xidmət yaradırsa, birinci tanıtmalı olduğu sahə sosial mediadır. Niyə? Çünki hal-hazırda hər kəsin sosial mediası var və hər kəs sizi istənilən saatda, istənilən yerdə görə bilər. Çünki hər kəsin əlində artıq telefon var və biz onu saatlarla istifadə edirik. Yemək yeyəndə istifadə edirik, yəni sosial mediadayıq. Daha sonra iş görəndə sosial mediadayıq, yemək hazırlayanda, yemək yeyəndə və bu o deməkdir ki, biz xidmətimizi və məhsulumuzu istənilən vaxt hər kəsə göstərə bilərik. Hər kəs də bu SMM sahəsini, yəni sosial medianın idarəçiliyini bilmir. Məsələn, sahibkar olsun. Tutalım ki, bir nəfərin məhsulu var və ya xidməti var, onu tanıtmaq istəyir və bu kimə ehtiyac duyur? SMM-ə. Yəni siz professional şəkildə bunu öyrənirsiniz və qarşı tərəfə onun xidmətini tanıdırsınız sosial mediada və buna görə o da sizə qarşılığında ödəniş ödəyir, yəni maaş verir. Və sosial media marketinqin əsas üstünlüyü nədir? Biz bu sahədə freelansla çalışa bilərik. Deyək ki, heç bir əyani gediş-gəliş yoxdur, sadəcə oturub kompüter qarşısında işləyirik. İndi düşünə bilərsiniz ki, bəs elan verirlər ki, gəlin mağazada SMM-lik edin və yaxud da ki, mağazada SMM tələb olunur, 8 saat iş rejimi. İndi bunlar haqqında da danışacağıq. Əslində doğru SMM nədir? Bunlara toxunacağıq. Baxın, SMM-də doğru bilinən yanlışlar var. Nədir? Sosial şəbəkədə paylaşım etməkdir. Elə düşünülür ki, SMM-in işi ancaq sosial mediada paylaşım edir. Xeyr, bu yanlış bir şeydir. Baxın, adi insan da sosial mediada paylaşım eləyir, SMM-də. Bunların fərqi nədir? Mən paylaşım edəndə bir sosial media meneceri olaraq paylaşım eləyəndə baxıram ki, mən bugün nə paylaşıram və bunu niyə paylaşıram? Müştərilərə nə qazandırır mənim bu paylaşımım? Buna deyilir strategiyalı mövzu kontent yaratmaq. Yəni biz birinci növbədə kontentimizi quracağıq. Yəni mən bugün hansı mövzuda paylaşım eləyəcəm, hansı mövzuda insanlara toxunacam və onlardan hansı geri dönüşləri alacam. Planlı şəkildə. Planlı şəkildə edilməyən heç bir iş, yəni bütün işlərə daxildir, eyni zamanda SMM-ə. Yəni planlı şəkildə edilməyən paylaşımlarda biz sadəcə kor-korana yola çıxmış kimi oluruq. Burada bir sual yaranır ki, bəs mənim ideya azlığım var, ideya tapa bilmirəm, mövzuları necə tapacam? Hal-hazırda əlimizin altında geniş sayda süni intellektlər var və onlar bizim sağ əlimizdir. Biz süni intellektlər vasitəsilə mövzular araşdırırıq, mövzular tapırıq. Elə bilin ki, sizin sağ əlinizdir, sizin bir iş komandanızdır. Sizin əvəzinizə onlar mövzuları tapır, araşdırır, yazır və sizə verir. Siz də orada sadəcə xüsusi düzəlişlər edirsiniz və artıq sosial medianı bu vasitəsilə idarə edirsiniz. Sadəcə olaraq süni intellektdən hər kəs düzgün istifadə etməyi bacarır. Tutalım ki, bir nəfər mənə deyir ki, mən bu süni intellektdən istifadə edə bilmirəm. Baxıram ki, necə istifadə edir. Yəni sadəcə yazır ki, mənə kontent yaz. Tutalım ki, mənə psixologiya sahəsində kontent yaz. Təbii ki, o süni intellekt sənə doğru şəkildə yön verməyəcək. Ona görə biz süni intellektlə necə işləməliyik, necə bizim sağ əlimiz olmalıdır, eyni zamanda bu kursda onları da tədris edirik. Yəni sizin ideya ilə bağlı probleminiz olmur və ideyalarda siz süni intellekt vasitəsilə get-gedə özünüzü gəlişdirirsiniz. Sonra mobiloqrafi SMM hesab eləmək. Baxın, mobiloqrafiya telefonla çəkiliş deməkdir. Hal-hazırda xidmət sahələrində və məhsul sahələrində geniş yayılıb, yəni telefonla çəkiliş, reelslər. Çünki reelslər insanlar tərəfindən daha çox baxılır və reklamda daha çox effekt verir. Yəni biz telefonla video çəkirik və montaj edirik.
Bunun adı mobiloqraf gedir. SMM yox. SMM sadəcə olaraq kompüter arxasında müəyyən işləri görməlidir. İndi birazdan sadalayacağıq hansı işləri görməlidir. Mobiloqraf isə tutalım ki, mən SMM-əm, kontentimi yazıram ki, bu gün bu haqda video çəkiləcək və göndərirəm mobiloqrafa ki, get həmin videonu çək. Və o çəkir, hazırlayır, mənə verir və mən səhifədə paylaşıram. Amma onun kontentidir, reklam mətnidir, açıqlama mətni hamısının ssenarisini mən yazmışam. İndi sual yaranır ki, mən eyni zamanda mobiloqraf və SMM ola bilərəmmi? Bəli, ola bilərsiniz. Siz həm səhifənin SMM-liyini idarə edə bilərsiniz, yəni sosial mediasını idarə edə bilərsiniz. Eyni zamanda da onun çəkilişini apara bilərsiniz və daha çox qazana bilərsiniz. Mobiloqrafın da gəliri, aylıq gəliri az deyil. Yəni bir markadan SMM-in də gəliri az deyil. Siz ikisini bir arada tutaraq daha çox qazana bilərsiniz. Və yaxud da ki, elə xidmət sahəsi, elə marka ola bilər ki, siz onun yalnız mobiloqraflığını eləyə bilərsiniz. Eləsi ola bilər ki, yalnız SMM-liyini eləyə bilərsiniz. Eləsi ola bilər ki, hər ikisini eləyib hər ikisindən maaş ala bilərsiniz. Sonra mağazada geyim nümayiş elətdirənlər. Baxın, mağazada geyim nümayiş elətdirənlərin adı modeldir. Bəzən belə bir vakansiya çıxır ki, mağazaya SMM tələb olunur. Gələcək paltarı geyinəcək, çəkəcək, mesajlara cavab verəcək. Baxın, bu SMM deyil. Bu vakansiyanı görsəz, bilin ki, həmin sahibkarın SMM-dən anlayışı yoxdur. Çünki bu insan bilmir SMM nədir. SMM adı çox belə geniş yayılıb. Adicə mesaj cavablayana da SMM deyirlər. Sosial mediada adi paylaşım eləyənə də SMM deyirlər. Sadəcə Instagramı idarə eləyənə də SMM deyirlər. Ona görə bu artıq insanlar arasında çaşqınlıq yaradır. Əslində SMM sahəsi daha geniş və gəlirli bir sahədir. İndi gəlin baxaq, çox like almaq, takipçi artırmaq bərabərdir uğurlu SMM. Baxın, takipçinin çox olması, like-ın çox olması hər şey demək deyil. Takipçini panellə də qazana bilərlər. Təbii ki, bu panellə qazanılan, yəni saxta takipçilər bizim səhifəmizin ziyanından başqa heç nə deyil. Sizin 20 takipçiniz olsun, amma siz doğru strategiya qurandan sonra inanın ki, sizin satışlarınız çox olacaq. Yox, əgər sizin 10 min saxta takipçi... istəyirəm. Aha. Özür dilərim, sözü kəsirəm. Nə üçün dediniz ki, yəni saxta takipçi ziyan olur? Onun nə üçün bir ziyan ola bilər ki? Baxın, biz reklam verəndə, reklam bölməsinə daha ətraflı keçirik. Baxın, reklam verəndə orada seçirik ki, mənim takipçilərimə bənzəyən yeni insanların qarşısına reklam çıxart. Bənzər, lookalike audience gedir bu. Siz təsəvvür edin ki, sizin takipçiləriniz fake-dir və onlara bənzəyən fake insanların qarşısına çıxır və reklam pulunuz boşuna getmiş olur. Amma sizin takipçiniz 20 dənə real takipçiniz olsa, tutalım ki, SMM səhifəsi idarə edirəm. 20 dənə mənim real takipçim var və onlara bənzəyən, 20 nəfərə bənzəyən yeni 100 nəfərin qarşısına çıxardıram. Həmin yeni 100 nəfər də SMM sahəsindən maraqlanan insanlar olur və mən beləcə reklam pulumu yaxşı xərcləmiş və satış eləmiş oluram. Yəni budur fərqi. Aydındır. Aha, eyni zamanda da saxta takipçi olsa səhifənizdə sizin etkiləşiminiz də aşağı düşür. Daha sonra post paylaşırsınız, kəşfiyyata düşmür, insanların qarşısına çıxmır və beləcə sizin səhifəniz ölü səhifə sayılır. Yəni Instagram alqoritması tərəfindən ölü səhifə hesab edilir. Ona görə Instagram səhifəniz qabağa getməkdən get-gedə geri gedir. Bizdə indi var ki, belə bir anlayış təbii ki, nə qədər çox takipçin varsa, demək ki, o qədər çox güvənilirsən. Bu var məsələn, həkim səhifələri ilə işləyirik biz. Onlar deyir ki, mənə daha çox takipçi gətirir ki, insanlar mənə güvənsinlər. Amma biz onları da izah edirik, başa salırıq və doğru strategiya qurduğumuz zaman insanlar takip sayına yox, kontentin keyfiyyətinə baxırlar. Siz keyfiyyətli mövzu paylaşdığınız zaman insanlar sizə güvənir və ona uyğun artıq sizə müraciət edirlər. Yoxsa ki, bu takip saydı falan hamısı boş şeydir. Və takip sayı da onsuz da get-gedə real şəkildə öz artmağa davam eləyəcək. Yəni qoyun o takip sayı real artsın. Yəni fake takipçi almayın. Instagram səhifəsini idarə edən hər kəsə SMM mütəxəssisidir. Yəni bu da yanlış bir anlayışdır. Instagram səhifəsini hər kəs idarə edə bilər, amma peşəkar idarə etməkdən gedir söhbət. Burada xırdalıqlar var. Məsələn, SMM sahəsində öyrənmək lazımdır, amma çətin deyil. Bir dəfə belə deyim də zamanınızı ayırsaz öyrənməyə, yəni bir dəfə öyrənsəz, o artıq sizə daimi olaraq gəlir gətirən bir sahədir. Yəni biz bu bacarığı elə bilin ki, özümüzə yüklüyürük və bizə sonra gəlir olaraq geri dönüş edir. Yəni biz özümüzə sadəcə yatırım eləyirik. SMM hansı işləri görməlidir? Bəs onlara baxaq. Səhifə tərtibatı. Biz birinci növbədə öyrənəcəyik nə? Düzgün səhifə necə qurulur? İnsanların düzgün səhifə quranda sadəcə qəşəng postlar hazırlamaqdan söhbət getmir. Postun mövzusu nədir? Hansı rənglə insanlara xitab eləməliyik? Rənglərdən də çox şey asılıdır. Postun üzərindəki şriftlərdən çox şey asılıdır. Səhifə tərtibatında bunlara diqqət edirik. Kontent mövzulardır. Mən bugün səhifədə nə paylaşıram və niyə paylaşıram?
Bunu öyrənirik. Məsələn, kontentin növləri var. İndi birazdan deyəcəm. Həmin növlərə uyğun biz başlayırıq mövzularla paylaşmağa. Bu türklər buna sosial media içəriyi də deyir. Dizayn məsələsi. Təbii ki, biz post hazırlayırıqsa, orada müəyyən şəkildə dizayn məsələsi də önəmlidir. Çünki insanlar görsələ uyğun olaraq da, yəni hər şey yeri yerində olmalıdır. Bunun mövzusu da yaxşı olmalıdır. Dizayn da insanlara xoş gəlməlidir. Və dizayn məsələsində Canva-da öyrənirik. Canva-da kifayət qədər yaxşı tasarımlar eləmək mümkündür, sadəcə siz düzgün texnikaları bilsəz. Copywriter reklam mətninin yazılmasıdır. Biz postu hazırlayırıq və aşağısında mətn yazırıq. Həmin mətn bizim satışımıza təsir edir. Biz mətndə istifadə edirik. Məsələn, indi keçəcəyik dərslərdə. Reklam mətnimiz 3 hissədən ibarət olur. Hansı ki, biz birinci hissəsində nəyə diqqət etməliyik, ikinci hissədə nəyə diqqət etməliyik, üçdə nəyə diqqət etməliyik. Bu strukturla, sxemlə bütün markaları idarə etmək mümkündür. Yəni, sadəcə olaraq siz sxemi bilməlisiniz. Və targeting də reklamlar deməkdir. Bir var Instagram üzərindən reklamlar, bir də var professional meta hesabı üzərindən reklamlar. Baxın, biz hər zaman professional reklam hesabı üzərindən verəcəyik, yəni meta üzərindən. Çünki orada biz keçəcəyik ki, yəni üstünlüyü nədir? Instagram reklamının üstünlüyü nədir? Meta reklamının üstünlüyü nədir? Bunları fərqləndirəcəyik. Və bunların hamısı bərabər şəkildə olmalıdır. Yəni, tutalım ki, sizin səhifə tərtibatınız var, kontentiniz var, amma targetinginiz normal deyilsə, o zaman sizin işiniz nəticə verməyəcək. Targetinginiz normaldır, reklam mətniniz normaldır, dizaynınız normal deyilsə, o zaman yenə işiniz normal nəticə verməyəcək. Yəni, reklamdan müştəri qazanmayacaqsınız. Ona görə hamısını eyni vaxtda sağlam şəkildə idarə etmək lazımdır. Və bunun üçün də, yəni mən necə idarə edeyim, necə planlı olum, bu yolda göstərilir kursda. SMM-də vacib sxemdə ideyamızdır. Biz dedik, ideyanı süni intellekt vasitəsilə tapırıq. Kontentdir, dizayndır, plandır və pazarlamadır. Bunların hamısını zəncirvarı şəkildə tam əməl etsək, sizin həm iş kalitəniz qalxacaq, həm də görəcəksiniz ki, müştərilər özləri artıq sizə müraciət edirlər. Tutalım ki, bir əməkdaşlığa başlayırsınız, onun səhifəsini düzgün şəkildə idarə etsəz, təbii ki, o sizi başqalarına tərifləyəcək. Məsələn, kimsə ondan soruşacaq ki, sənin səhifəni kim idarə edir və o artıq sizin nömrənizi verəcək. Təsəvvür edin ki, bir işi tapırsınız və onu keyfiyyətli idarə edirsiniz. Təbii ki, indi iş tapmağın yollarını da biz burada deyəcəyik. Keyfiyyətli idarə edirsiniz və sizin artıq iş axtarmağa ehtiyacınız yoxdur. Çünki iş özü sizi tapacaq. Keyfiyyətli iş gördüyünüz zaman. Sonra səhifə tərtibatı və dizaynda məsələlər nədir? Baxın, burada mən 2 dənə fərqli səhifə qoymuşam. Bir bu səhifə, görürsünüz, qarışıq görsənir. Yəni, müştəri bura girsin, nə tapsın, nə anlasın. Yəni, qarışıq şəkildə şəkillər çəkilib, önə çıxan bölmələr ümumiyyətlə yoxdur və bioqrafiya bölməsi də tam deyil. İndi buna baxın, səhifə vizual cəhətdən tərtib olunub, karusel postlardan, vaqon postlardan istifadə olunub və önə çıxan qapaq şəkilləri düzənlənib. Ona görə biz səhifədə dizayn məsələsi, tərtibat məsələsi deyənə bunlara önəm veririk və bunların həmçinin də içində nə paylaşdığımız önəmlidir. Sonra səhifə tərtibatı dizaynında müxtəlif dizaynlardan istifadə edə bilərik. Məsələn, puzzle var, şahmat şəklində dizaynlar var, daha sonra bu şəkildə puzzle şəklində necə səhifə kənardan belə qəşəng görünür, bunların hamısını dizayn dərslərimizdə keçəcəyik. Sonra, kontent nədir? Kontent yenə dedik, mövzumuzdur. Yəni, mən səhifədə nə paylaşıram, postların mövzusu nədir? Var 3 dənə kontentimiz, brand kontent, öyrədici və reklam kontenti. Bunların hamısının açıqlaması nədir? Məsələn, brand səhifənin özü haqqında, işləri haqqında etdiyi paylaşımdır. Tutam ki, diş həkimi götürək, həkim öz əl işlərini paylaşır. Görürsünüz, bu brand kontentdir. Yəni, mənim əvvəl və sonra əl işim. Öyrədici kontent daha çox izləyicidə güvən yaradır, müştəridə güvən yaradır və bunun vasitəsilə burada daha çox həkim səhifələrində istifadə olunur, təhsil səhifələrində istifadə olunur. Yəni, insanların belə deyim, sizə asan gələn bir şey, yəni sizə adi gələn bir şey, insanlara çətin gələ bilər. Yəni onu bilməyə bilərlər. Çünki bu sahəyə siz hakimsiniz. Ona görə insanlara çətin gələn və sizin üçün asan olan bir şeyləri çeviririk öyrədici kontentə, yəni öyrədici mövzuda paylaşımlar edirik. Əslində bunların da altında gizli reklamlar yatır. Yəni birinci biz müştəridə güvən yaradırıq, daha sonra isə cəlb edirik reklam vasitəsilə. Reklam kontenti də bizim reklama çıxaracağımız postlardır ki, hansı ki onda professional meta vasitəsindən reklama çıxardırıq. Görürsünüz, səhifə tərtibatı dizayn deyəndə, baxın, bir postun rəngləri, dizaynları necə gedirsə, digər postlar da o şəkildə gedir. Görürsünüz, məsələn, rəng mavidirsə, brendin rəngi. Digər postlar eyni şəkildə mavi rənglərdə gedir, tonlarda gedir. Yəni, bunların hamısını aşağıda yazılan bu reklam mətnləridir. Bunların hamısını öyrənirik. Sonra, kontenti necə paylaşırıq?
Məsələn, deyək ki, brendləri bu hissədə paylaşırıq, öyrədicilər belə, reklamlar da belə. İnsanlar girdiyi zaman səhifəyə çaşqınlıq yaranmır və fikirlərində səliqəlilik yaranır. Bu bir psixologiyadır. Təbii ki, reklam bərabərdir psixologiya. Çünki insanlara biz təsir etməliyik ki, biz məhsulumuzu və ya xidmətimizin satışını təşkil edə bilək. Bu arada SMM satan deyil, satışı təşkil edəndir. Bunu da vurğulayım. Yəni satıcı deyil SMM. Kontent marketinqində əsas prinsipi hədəf auditoriyanın ehtiyac və maraqlarına cavab verən məzmun təqdim etməkdir. Yəni biz araşdırırıq ki, mənim hədəf kütləm kimdir və nə axtarır, nə istəyir. Düzgün reklam strategiyasında da biz bayaq dedik ki, Instagramla da reklam vermək olur. Belə göndərik önə çıxar bölməsi ilə də. Bu isə professional meta kabinetidir. İlk baxışda çətin görünür, qarışıq görünür, amma biz bunu öyrəndikcə siz görəcəksiniz ki, əslində sadəcə öyrənmək lazım imiş. Yəni düzgün şəkildə öyrənsəz, o qədər də çətin deyil. Buradan da kabinet vasitəsilə reklamlarımızı idarə edirik. Gəldik müştəri ilə düzgün danışıq texnikası və bu sahədə sıfır təcrübə ilə necə gəlir qazana bilərəm. Ən çox gələn sual budur ki, insanların SMM ehtiyacı varmı? Və yaxud da ki, insanlar SMM xidmətini, mən SMM xidməti satıram və məni necə tapacaqlar? Baxın, bizə hal-hazırda adicə bir həkim lazım olur. Tutalım ki, diş həkimi. Giririk Instagramdan axtarırıq və ya sosial mediadan, Facebookdan axtarırıq. Ayrıca bizə lazım olur, tutalım ki, psixoloq, ayrıca lazım olur port sifarişi və yaxud da ki, məsələn, don axtarırıq toy üçün. Hamısını girib sosial mediadan axtarırıq. Və təsəvvür edin ki, minlərlə belə markalar var, brendlər var ki, özlərini tanıtmalıdırlar. Və bu minlərlə brendin arasından siz mütləq şəkildə ki, öz markanızı tapacaqsınız əməkdaşlıq etdiyiniz. Markalar çoxdur, brendlər çoxdur. Sadəcə onlarla düzgün işləməyi bacarmaq lazımdır. Ümumiyyətlə sosial media marketinq kurslarında bu iki mövzu toxunulmur. Sadəcə olaraq üzdən 30%, 50% keçirilir SMM-in. Amma mən müşahidə elədim və gördüm ki, insanların əsas problemləri əslində bunlardır. Yəni SMM kursu bitir və mən nə edim sualı insanları daha çox problemə gətirir. Məsələn, mən kursu bitirdim, neyniyim, hardan başlayım, necə başlayım, müştəri ilə necə danışım. Yəni bunlardan da çox şey asılıdır. Mən əgər müştəri ilə düzgün danışa bilmirəmsə, o zaman mən yenə də əməkdaşlıq təkliflərim sıfıra gedəcək. Ona görə deyirəm ki, ilk başda özünüzə güvən lazımdır. Özünüzə güvən də hardan yaranmalıdır? Təbii ki, mən bu sahəni yaxşı bilsəm özümə güvənə bilərəm. Yəni düzgün şəkildə idarə etməyə özümə əmin olsam güvənə bilərəm.